1990-cı il 11 iyunda Naxçıvan şəhərində, Şərur rayonunun Kərəm Bəlkəndə olmuşam. Bu işin bəlkə də yarana bilməyəcəyi, bu işin heç vaxt anlaşılmayacağı, heç vaxt bilinməyəcəyi düşündüyüm bir dövrdə və bir regionda dünyaya gəlmişəm. Uşaqlıq illəri çox maraqlı, çox belə deyək də, hər zamanki kimi bildiyiniz kənd uşaqları necə yaşayırdı, elə yaşayırdım. Amma bir şey var idi ki, dəblə bağlı. Misal üçün, hər kəsin dəb anlayışı başqadır. Misal üçün, bəziləri geyimində, hərəkətində və s. göstərir. Mən həmişə düşüncəmdə çox belə fərqli şeylər etməyi, fərqli şeylər geyinməyi, fərqli şeylər haqqında düşünürdüm. Belə oldu ki, uşaqlıq dönəmi bu şəkildə formulaşdı. Mən həmişə buna inanıram. Zövq və zövqsüzlük zamanla itilənir. Yəni, zövq də, zövqsüzlük də bir vaxt sonra öz formasını alır, genişlənir. Yəni, uşaqlıqdan başlayan bir zövq anlayışı var idi. Ailəvi məsələlərdən, maddi məsələlərdən ötürü bildiyiniz kimi yenə də bir qürbətçilik həyata başladı bizdə İstanbuldan bağlı və uşaqlığım orada bitdi və demək olar ki, bir iş həyatı başladı. Ondan sonra biz İstanbulda getdik və İstanbulda fərqli sahələrdə çalışırdım. Fərqli sahələr dediyim sadəcə pul gətirən sahələr idi. Çünki ailəvi bir borclarımız var idi, maddi sıxıntılar var idi. Ailənin 3 uşağından ən balacası idim, son 5-i olaraq mən. 2 qardaş və bir bacı idik. Çətin bir dönəm başladı İstanbulda. Fərqli işlər saya biləcəyim ən az 20 iş saya bilərəm. Bütün sahələrdə demək olar çalışmışam. Amma ən çox işlədiyim sahə demək olar ki, barmen sahəsidir. Amma orada biraz uzun bir müddət çalışdım. Ondan sonra bir gün bu işin, belə deyək, qardaşımla işdən qaydanda bir vitrajlı belə bir salon var idi. Salonda gördüm bir usta belə ağ savuçkada, belə bir qara pencəkdə, jiletkada daha doğrusu, saç kəsir. Belə baxdım ona. Qardaşıma dedim ki, mən dedim, bərbər olacam, parikmaxır olacam. O da baxdı belə mənə, hə dedim. Səhər düşdüm bizim evin aşağısında bir bərbər var idi. Çox da köynədən qadın salonunda işləmişdi. Artıq onun yanında başladım çilikliyə. Bir dönəm ora. Yəni orada çox çətin, həddindən artıq çətin bir proses başladı. Çünki biz İstanbulda qaçaq idik, yəni heç bir sənət yox idi. Uşaq yaşından orada işləməyə başladıq. İşin sirlərini, o düşlərdə deyirik, çıraq-usta münasibətlərini, işin mətbəxindən öyrəndik. Və bu gün mənim uğurumun ən böyük